Salam, hər vaxtınız xeyir dəyərli tələbələr. Bu gün sizinlə birlikdə deməli mexaniki rəqslərin ardı olaraq söz verdiyim mexaniki dalğalar mövzusunu izah edəcəyik. Deməli burada mexaniki rəqslərin əslində bu ardı gedir, amma birazcıq burada nəzəriyyəsi çoxdur bu mövzunun. Nəzəriyyəsini əlimizdən gəldiyi qədər həm nümunələrlə həm də ki, deməli, yazaraqdan deməli, anlatmaya çalışacağım. Özünüzə bir qeyd dəftəri tutun. Çünki bu dərs biraz nəzəriyyəsi çox olan bir dərsdir. Hər nəzəriyyəni çalışın, deməli, dəftərinizdə qeyd edin. İlk öncəliklə mexaniki rəqslərdən öyrəndiyimiz bilirik ki, faza yayılması var. Faza yayılması fəzada olan bir yayılmanı xarakterizə edir. Yəni, mexaniki dalğaların tərifi veriləndə deyilir ki, mexaniki rəqslərin fəzada yayılmasına mexaniki dalğalar deyilir. Yəni, məsəl üçün bunun özü bir mexaniki yayılmadır. Yəni, daha doğrusu fəzada yayılmış bir dalğadır. Bunu necə xarakterizə bilərik? Burada əslində mexaniki rəqslər mövzusunda bir nüansı əslində sizə söyləməmişdim. Çünki mexaniki dalğalar mövzusunu gözləyirdim. Mexaniki dalğalarda həm rəqs hərəkət olur, həm də irəliləmə hərəkət olur. Niyə? Çünki bu hazırda deməli bu çəkdiyimiz hərəkət bunun özü bir rəqs hərəkətdir. Amma ki, fəzada yayılmasına görə fəzada yayılmış bir, məsəl üçün, yəni fəzada yayılma, yəni bir hərəkət deməkdir. Fəzada yayıldığına görə müəyyən bir istiqamətdə, yəni budur, deməli, bu dalğa yayılır. Bəlkə fəzanın istiqamətindən, bəlkə fəzanın əksi istiqamətində, yəni hər iki istiqamətdə də nəticə olaraq fəza yayılması olaraq biz buna deyirik. Yəni, həm rəqs hərəkət var, bunun özünün gördüyünüz hərəkət, həm rəqs hərəkətdir, həm də ki, irəliləmə hərəkəti. Yəni, burada həmçinin belə bir nəticə çıxarmaq olar ki, mexaniki dalğalar rəqsi hərəkət vasitəsilə, yəni rəqs edərək irəliləmə hərəkəti icra edirlər. Və burada deməli bir periyod ərzində dalğanın yayıldığı məsafə isə deməli deyirlər dalğa uzunluğu. Deməli lambda hərfi ilə işarə olunur və düsturu V vurulsun T. Buradakı T deməli az öncə tərəfdə də dediyimiz kimi bir periyod ərzində dalğanın yayıldığı məsafədir. Burada lambda isə lambdanı siz əslində deməli belə təxəyyül edə bilərsiniz. Düz xətti bərabər sürətli hərəkətdə S bərabərdir V vurulsun T düsturu yoxdurmu? Buradakı T müəyyən zaman ərzindəki deməli gedilən yol istiqamətindədir. Yəni buradakı bizim dalğanın hərəkəti deməli burada düz xətti bərabər sürətli hərəkətdə müəyyən bir T müddətində gedir, amma deməli dalğa uzunluğu isə müəyyən bir periyod ərzində görülən irəliləmə hərəkətidir və buradakı S bizim lambdamızdır əslində, yəni dalğa uzunluğudur. Yəni buradakı qısaca deyə bilərik ki, düz xətti bərabər sürətli hərəkətdə öyrəndiyimiz S bərabərdir V vurulsun T düsturu dalğa uzunluğu üçün mühitdəki və ya mühitdə olmayan dalğa uzunluğunun məsafəsi lambda və zamanı isə bir periyod olaraq göstərilir. İndi buradakı lambdanı necə təxəyyül edə bilərik? Məsəl üçün, burada bizim cismimiz bir hərəkət edibdir. Məsəl üçün, iki dalğadır belək ki, və ya bunun arxasını biraz uzadıq belə. Bizə burada deyilir ki, deməli, iki hündür təpə arasındakı məsafəyə biz deyirik ki, lambda və ya iki çuxur deməli təpə arasındakı məsafəyə deməli biz buna da lambda deyirik. Yəni ya deməli iki qonşu təpə arasındakı məsafəyə lambda deyirik. Ya deməli bir periyod ərzindəki dalğanın yayıldığı məsafəyə lambda deyirik. Və ya ki iki çuxur deməli təpə arasındakı məsafəyə lambda deyirik. Yəni hər cəhətdən baxarsaq, deməli bu lambdaya düzgün gəlir. Yəni burada əslində əvvəlki dərslərdə də izah elədiyimiz kimi buradakı hər bir məsafəni, hər mövzuda məsafəni bir cisim, yəni bir kəmiyyət xarakterizə edir. Deməli qısa bir nəzər yetirərsək, bilirsiniz ki, düz xətti bərabər sürətli hərəkətdə məsafəni nə bildirirdi? S bildirirdi. Yaxşı, bəs
ağırlıq qüvvəsinə məsafəni nə bildirirdi? H bildirirdi. Yaxşı, bəs çevrə üzrə hərəkətdə məsafəni nə bildirirdi? R bildirirdi. Yaxşı, bəs deməli elastik sürtünmə qüvvəsində biz deməli məsafə nə demişdik? Bir x demişdik. Yaxşı, bəs rəqs hərəkətdə məsafə nə demişdik? Bir amplitud, yəni A demişdik və burada isə mexaniki dalğalarda isə bir lambda deyəcəyik. Yəni Hs, Hh, Hr, Hx, Ha, H da lambda. Bunların hamısı həmin mövzu içərisindəki məsafəni bildirir. Yəni deməli H gördünüz, S-dən nə xarakterizə oluna bilər? Sualını verməyim. Yəni çünki burada hər mövzunun özündə olan bir kəmiyyətdir və bu mövzuda biz lambdanı öyrəndik. Məsəl üçün bizə belə bir sual deməli verilə bilər. Deyə bilər ki, deməli birinci nümunəmiz yazacaq. Nümunədə deyir ki, məsəl üçün deməli deməli bizə belə bir təpələr verib, deyib ki, birinci təpə ilə dördüncü təpə arasındakı məsafə deyəlim ki 25 metrdir. Və bizə deyilir ki, deməli lambdanı tapın. Lambda bərabər sual. İlk öncəliklə biz burada lambdanı tapmaq üçün cismin nə qədər məsafə yol getdiyinə deməli baxmalıyıq. Bu arada üzr istəyirəm, bunları düzəldim. Bu dördüncü təpədir. Bizə məsəl üçün bu 4 təpə arasında, birinci təpə ilə dördüncü təpə arasındakı məsafəyə bizə verib 25 metr. Bizdən soruşur ki, deməli lambda nəyə bərabərdir? İlk öncəliklə baxaq. Birinci ilə ikinci təpə arasındakı məsafəyə biz nə demişdik? Lambda demişdik. Həmçinin ikinci ilə üçüncü deməli təpə arasındakı məsafə də lambda demişdik. Həmçinin üçüncü və dördüncü təpə arasındakı məsafə də lambda demişdik. O zaman bu cisim 3 lambda qədər yol gəlibsə və ümumi bu məsafədə 25 metrə bərabərdirsə, o zaman 3 lambda bərabərdir 25 metr, lambda da bərabərdir 25 böl 3 metr. İndi verdiyim qiymət kəsir qiymət alındı, amma deməli məsələlərdə deməli belə bir-birindən əlaqəsiz qiymətlər verilmir. Sadəcə təxəyyül olaraq bu misalı verdim sizə. İkinci bir məsəl üçün nümunəyə baxaq. İkinci bir nümunə sırf rezi deməli rezi deyirəm. Deməli mexaniki rəqslər mövzusunda öyrəndiyimiz bir şey yazaq. Nümunə 2 yazaq. Məsəl üçün bizə deməli belə bir qrafik verilibdir. Bura y, x proyeksiyalı, burada x vahid də metrdir. Məsəl üçün bizə deməli xatırlayırsa deməli bu koordinatın zamanı asılı qrafikini çəkmişik. Yəni bu koordinat qrafikidir. Bizə sual verilə bilər ki, məsəl üçün deməli bu hissəyə biz A deyək, bu hissəyə biz A deyək, yəni amplitud və həmçinin deməli bu hissədəki aşağı bu hissəyə də mənfi A deyək, bu hissəyə də mənfi A deyək. Yəni iki təpə arasındadır. Buradakı hündür təpə, buradakı çökük təpə. Bizə verilə bilər ki, məsəl üçün buradakı məsafə və ya məsəl üçün məsafə 2 verilibdir. Deməli buradakı məsafə isə bizə 10 verilibdir. Və bu iki təpə arasındakı məsafəni əgər lambdanı taparsaq, təbii ki, lambda bərabərdir x1 x2 daha doğrusu çıxırsan x1, yəni böyükdən kiçik çıxırıq. Bu iki təpə arasındakı məsafəni də 10,2 8 metr olaraq tapılır. Yəni buradakı əgər sual verilərsə iki təpə arasındakı məsafə necə tapılır? Ya deməli ya tənasüb qura bilərsiniz, ya da ki, zaten bizim burada çətin bir şey yoxdur. Lambda verilibdir. Zaten iki təpə arasındakı həmin uyğun məsafə birincidə 2, ikincidə 10-dur. Böyükdən kiçik çıxırıq, alınır 8 metr. Və burada bir nüansa deməli gəlmək istəyirəm. Buradakı nüans nədir? Məsəl üçün, əgər çevrə üzrə hərəkətlər biz bilirik ki, deməli çevrə üzrə hərəkəti bir period anlayışını öyrənmişdik və əgər o period anlayışına mexaniki dalğalara inteqrasiya edərsək, o zaman belə bir nəticə çıxır. Əgər hər hansısa bir mühitdə yayılmış deməli həmin o dalğa uzunluğu bir period ərzində yol gedirsə, o zaman məsəl üçün yəni bir period ərzində ümumi çevrənin ümumi çevrə nəyə bərabərdir? 2pi-yə bərabərdir. Yəni çevrədə deməli lambda ümumi lambda birləşir ki, deməli bir period ərzində gedilən yoldur. Yaxşı, bəs
çevrə üzrə hərəkətdə bir periodda gedilən yol nəyə bərabərdir? 2pi-yə bərabərdir. Lambda 2pi-dirsə, o zaman ixtiyari r məsafəsində olan cismin deməli faza məsafəsi nəyə bərabərdir? O zaman buradan fazanı taparsaq, deməli 2pi r bölünsün lambda düsturunu alırıq. Bu da bizim yeni bir düsturumuzdur. Məsəl üçün, bunu anlamaq üçün bir nümunə verim. Nümunə 3 olsun. Məsəl üçün, deyir ki, lambda 20 metrdir, r bərabərdir 18 metrdir. Bizdən fazanı soruşur. Faza bərabər nəyə? Düsturdan bildik ki, faza bərabərdir, deməli 2pi r bölünsün, deməli üzr istəyirəm lambdaya, o da bərabərdir. 2pi vurulsun 18-ə, bölünsün 20-yə. 18-ə 20 ixtisar gedir. Deməli, bunları aparaq 2-yə geçsə burada 9, burada 10. Bununla da bu ixtisar geçsə burada qaldı 5. Yəni, deməli, aldığımız nəticə 9pi bölünsün 5 qədər deməli faza dəyişməsi olub bu cismin. Təbii ki, belə qiymətlər çoxalmayasınız. Yəni, aldığınız qiymətlər həmişə deməli tam qiymətlər olur, amma belə qiymətlər verirəm ki, nəticə etibarilə birazlıq belə qəliz ədəddə öyrəşəsiniz. Buradan da 1.8 pi qiymətini almış oluruq. Ümid edirəm səhv hesablamadım. Keçək deməli dalğa uzunluğu haqqında danışdıq. İndi hansı dalğalar var? Yəni bu deməli dalğaların növləri haqqında danışmaq istəyirəm. Deməli dalğalar iki cür olur. Bir uzunluq dalğalar var, bir də enine dalğalar var. Uzunluq dalğalarla enine dalğalar arasındakı kiçik bir fərq var. Əslində heç bir-birilə əlaqəsi yoxdur. Çünki ikisi də bir-birindən çox fərqlənir. Sadəcə niyə bir-birindən fərqlənir onu izah edeyim. 2 sayaraq buranı uzunluq dalğa, bir də ki enine dalğa. Aha. İndi uzunluq dalğa ilə enli dalğa arasındakı buradakı fərq nədir? Uzunluq dalğa bilirsiniz necədir? Bizim məsəl üçün ağzımızdan hər hansısa bir səs çıxır. Məsəl üçün hər hansısa bir söz deyirik. Ağzımızdan hava molekulları keçir və bunun özü səs yaradır. Əslində düzü bu səsin tərifi fizikada yeganə məsəl üçün kəmiyyətlərdən biridir ki, səsin tərifi hələ də günümüzdə tam olaraq müəyyən deyil. Yəni tam olaraq biz səs nədir sualını verəndə səsin tərifi tam olaraq bizə məlum deyil. Sadəcə deyirlər ki, məsəl üçün insan ağzında və ya insan deməli intonasiyası zamanı ağzından çıxmış havanın müəyyən bir deməli dalğa uzunluğu qədər yayılmasıdır və bu hava molekulları bizim səsimizə intonasiya olaraq dalğa uzunluğu qədər yayıldığında səs yayılmış olur. Məsəl üçün buradan söz deyirəm, ya həm yanımdakı eşidir, həm də ki mənim uzağımdakı nisbətən eşidir. Yəni bunun özü səsdir. Bunu hava molekulları vasitəsilə yayılma kimi də düşünə bilərsiniz. Dalğa uzunluğunun mühitdə yayılması kimi düşünə bilərsiniz. Yəni dalğa uzunluğunun mühitdə yayılması əslində bu bir baxıma uzunluğa deməli dalğanın bir deməli tərifidir. Deməli, məsəl üçün bu bizim deməli danışan zamanı deməli ifraz etdiyimiz molekullardır. Molekullar müəyyən bir istiqamətdə gedirlər. Həmçinin məsəl üçün biri ilə əgər ki ünsiyyətdə oluruqsa, həmçinin onun da səs molekulları bizim səsimizə deməli elə bir şey toqquşur kimi deyə bilərsən. Yəni mənim səs molekullarım qarşıdakının səs molekullarına təsir edir və səsin də istiqamətini əgər bu istiqamətdə yazarsak, yəni V istiqamətində yazarsak, yəni buradakı səs molekulları bizim deməli dalğa uzunluğumuzda, yəni dalğa uzunluğu deyirəm, həmin bu yayılmış səs dalğaları istiqamətində olarsa, buna deyirlər uzunluq dalğa. Yəni bir baxıma deməli qısa bir tərif olaraq deyirik ki, hava molekullarının istiqamətləndirilmiş hərəkəti əgər ki səs dalğaları ilə eyni istiqamətdə gedirsə və ya deməli buna da deyirlər həmçinin paralel istiqamətdə gedirsə buna deyirlər uzunluq dalğa. Deməli bu uzunluq dalğa oldu. İndi keçək eninə dalğaya.
Enlillə dalğada burada deməli kiçik bir fərq var. Kiçik bir fərq demək istədim nədir? Məsəl üçün bu divardır. Hər hansısa bir divardan ip salatmışıq və deməli ipin ucunu tutub deməli müəyyən bir intervalda yelləməyə başlamışıq və görürsüz ki, rəqs hərəkət edir bu zaman. Və burada biz deyirik ki, həmin bu enlillə dalğadakı olan deməli hərəkət rəqsləri burada yuxarıya doğrudur, burada aşağıya doğrudur və bizim səs tonumuz isə, yəni səs dalğamız isə V istiqamətdə bu tərəfdir. Buradan da vəziyyətdən də görünür ki, əgər ki səs dalğası həmin o deməli cismin hissəciklərinin istiqamətinə əgər ki perpendikulyar yönəlirsə, buna deyirik enine dalğa. Uzuna dalğalara əslində ən sadə nümunə olaraq səs deyirik. Yəni insan səsi deməli uzuna dalğanın ən geniş yayılmış növündən biridir. Bu iki qarşılaşdırma da nəzərinizdə olsun. İndi bunu hər ikisini deməli müqayisə edərsək, deməli qarşılaşdırma. Bunu deməli dəftərinizdə qeyd edin. Uzunluğa dalğa, üzr istəyirəm, uzuna dalğa mühitdə yayılır. İkinci isə deməli enine dalğa isə yalnız deməli bütün mühitdə də yayılmır. Deməli bölç mühitdə yayılır. Yəni biz səsin tərifindən də gördüyümüz kimi mexaniki dalğa vasitəsilə bunlar əmələ gəlir. Səsin yayılması əslində mexaniki dalğa sayəsində əmələ gəlir. Yəni tam ideal mexaniki dalğa uzunluğuna dalğa deyə bilərik. Amma yenə fizikada da məşhur bir terim vardır. İdeal hal yoxdur, sadəcə istisna olunan bir model vardır. Nə tək ki dünyada ideal bir insan yoxdursa, bu modellərin də ideal bir halı yoxdur. Sadəcə bir model kimi qurulur. Məsəl üçün ona istər MKN-də, istər termodinamikada məsəl üçün ideal hissəciklər var, ideal qaz qanunları var falan filan. Onlarda bunlara çox ətraflı deməli toxunacağıq. Bu hissəyə biz təzədən qayıdacağıq. Bu hissədən sonra kiçik bir nüansı da qeyd edeyim. Səs dalğaları. Deməli, səhərdən uzuna dalğada deməli səs dalğaları haqqında danışdıq. İndi gəlin baxaq görək səs dalğaları nədir? İnsan deməli qulağının eşidə bildiyi səs tezliyi 16 Hz ilə 20.000 Hz arasındadır. Bunu belə alaq, belə hissəciyi alaq. Deməli, əgər ki 16 Hz-dən kiçik, yəni bizim insan deməli qulağının eşidə bilmədiyi səslərə deyirik infrasəslər. 20.000-dən yüksək səs tonunda olan səslər isə biz deyirik ultrasəslər. Və deməli səs dalğaları da az öncə yenə bir nüans olaraq qeyd edirəm ki, yadınızda olsun, uzuna dalğadır, bunu dedik və yayılması üçün mühit lazımdır. Çünki uzuna dalğalar mühitdə yayıla bilir, vakuumda yayıla bilmir və həmçinin o bərk mühitdə səs dalğasının yayılma sürəti ən böyükdür. Və belə bir nəticə çıxır ki, V bərk, yəni cismin deməli bərk mühitdə yayılma sürəti həm mayedən böyükdür, həm də ki, deməli, qaz mühitindən böyükdür. O zaman belə bir nəticəyə gəlir ki, sürət sıxlıqdan, yəni deməli, səs dalğasının sürəti sıxlıqdan düz mütənasib asılıdır. O zaman V deməli xarakterizə olunur rho ilə. Bunu da bir qeyd olaraq özünüzə yazın. İndi isə keçək deməli səs dalğaları haqqında danışdıq. Həmin o səs deməli dalğaların növlərinə. Bunun da iki növü var. Bu səs dalğaları bir deməli gurluqla xarakterizə edirik. Bir də yüksəkliklə.
Yəni zilliklə və ya zillik yazaq. Bu iki səs növünün arasında fərq nədir? Məsəl üçün, hər hansısa bir yerdəsiz deyərik ki, bir də gördünüz, kimsə yüksək səslə danışır. Yüksək səslə danışma zamanı nə fərq edirsiniz? Uzaq məsafədəki insanlara belə o səs deməli molekulları vasitəsilə uzaq məsafələrə ötürülür. Yəni səs uzun məsafə gedir və biz burada mexaniki rəqslərdə uzun məsafə, səsin maksimum çata biləcəyi məsafə səsin demək gürlüğü ilə bağlıdır. O zaman səsin maksimum getdiyi məsafə gürlüklə bağlıdırsa, o zaman gürlükdə nə xarakterizə olunur? Amplitud. Çünki xatırlayırsınız demişdik ki, əgər tarazlıq nöqtəsinə cismin, deməli tarazlıq nöqtəsindən rəqs və ya cisim ən uzaq məsafəyə getməsi bunun amplitud olması anlayışına gəlir. Məsəl üçün, bunu yol anlayışı kimi də deyə bilərsiniz. Amplitud yolla xarakterizə oluna bilən cismin getdiyi maksimum məsafə də yadda saxlaya bilərsiniz. Yüksəklik isə zillik. Bunun məsəl üçün notlar üçün deyə bilərsiniz. Məsəl üçün musiqidə notlar vardı, xatırlayırsınızsa, deməli do, re, mi, fa, sol, la, si. Bunlara fikir verirsinizsə, istər su mühitində do, re, mi, fa, sol, la, si deyil, istər deməli hava mühitində, istərsə də fərqli mühitdə fikir versəniz, bunun deməli getdiyi məsafədən fərqi yoxdur. Yəni hər türlü biz onları eşidirik. Eşidirsə deməli burada məsafə mövzusundan söz gedə bilməz. Yəni amplituddan söz getmir. Nədən söz gedir? Deməli tezlikdən. Yəni bütün buna ən gözəl nümunə notlar deyirik və notlarda deməli sadəcə bir-birləri arasında deməli tezliklərlə fərqlənir. Məsəl üçün mahnı oxuyan zaman zilə çıx deyirlər. Məsəl üçün do, re, mi, fa. Görürsünüz ki, səs tonu getdikcə artır. Bunun amplitudu artmır. Bunun tezliyi artır. Yəni nə qədər yuxarı çıxdıqsa, o 7 notanın nə qədərsi hər birini keçdikcə səsin deməli tezliyi artır. Məsəl üçün buna da uyğun nümunə verək. Nümunə bu neçə oldu? Səhv etmirəmsə bu 4-dür. Məsəl üçün verib ki, x1 bərabərdir 20 deməli kosinus 2 pi t. İkincisinə veribdir deməli məsəl üçün 10 deməli kosinus deməli 5 pi t. Bunlar arasındakı deyir ki, həm gürlük, həm də yüksəklik fərqlərinə baxın. İlk öncəliklə biz burada nəyə baxacağıq? Gürlüyə baxacağıq. Gürlükdə biz nə dedik? Amplitud söhbəti var. Amplituda baxacağıq. Hansının amplitudu böyükdürsə, o deməli tənlikdəki cismin deməli gürlüyü daha çoxdur. Baxırıq, birincidə amplitud 20-dir, ikincidə 10-dur. Yəni deməli birincinin amplitudu, hətta belə yazım, birincinin gürlüyü, belə yazım gürlük. Gürlükdə birincinin gürlüyü ikincinin gürlüyündən daha böyükdür. İndi keçək yüksəkliyə. Yəni zilliyə. Deməli, baxırıq ki, biz burada nə dedik? Yüksəklik deməli tezliklə müqayisə olunur. Daha doğrusu tezliklə xarakterizə olunur. Tezlikdə burada deməli pi-nin yanında nə demişdi? Omega durur. Omega isə ya dairəvi tezlik demiş ya da dövrü tezlik. Nəticə etibarilə deməli mövzu tezlikdən getdiyi üçün burada deməli dayanıb 2 pi, burada dayanıb 5 pi. Bu dəfə isə burada isə ikincinin tezliyi birincidən daha böyükdür və deməli deyirik ki, ikincinin yüksəkliyi birincinin yüksəkliyindən daha böyükdür. Son olaraqdan deməli bunu dəftərinizə yazın. Burada kiçik bir deməli nəzəri qaydanı ifadə edəcəm. Əgər bir dalğa bir mühitdən digərinə keçdiyi zaman tezlik, period və dövrü tezlik, yəni omega, üzr istəyirəm, omega, nu və t. Bu üçü, yəni bir mühitdən digər mühitdən keçərkən bu üçü dəyişmir, konstant olur. Ancaq sürəti və deməli dalğa uzunluğu dəyişir.
xarakterizə olunur məsəl üçün bir X cəmiyyəti ilə. Biz az öncə xatırlayırsa dedik ki, notları hava şəraitində deyin, maye şəraitində deyin. Bunların hamısı, yəni səsin nəyi var? Tezliyi var. O səsin gedib çatmaq istədiyi müəyyən bir intervalda periodu var, həmçinin dairəvi tezliyi var. Yəni bunlar hamısı sabitdir. Sadəcə həmin o səsin getdiyi məsafə, yəni bir dalğa uzunluğu, bir də ki, hansı sürətdə gedir, yəni V ilə xarakterizə olunur. Son olaraqdan əlavə etmək istədiyim hissə səs lokasiyası. Deməli, səs lokasiyası. Səs lokasiyasında ən məşhur təriflərdən biri deyilir ki, səsləri öyrənən elmlərin bir hissəsidir. Yəni cisimlərin yerlərini müəyyən edir. Yəni bunu belə bir nəzəriyyə kimi də saxlaya bilərsiniz. Səsləri öyrənən elmə deyirik akustika. Bunu da yazaq, akustika. Və bu səs deməli lokasiyasını ən çox bu dənizaltılarda fikir vermişsə, dənizaltılar bilirsiniz ki, sadəcə olduğu mühitdə, yəni dənizin içərisindəki hərəkət edən cisimlərin axtarışı ilə olur. Məsəl üçün, elə uşaqlar və ya elə müəllimlər var ki, məsəl üçün sual verirlər ki, suyun altında radar olmurmu? Radar olur, amma radar hava mühitində, yəni bizim sudan yer üzündə olan mühitlərdə işləyir. Suyun altında biz onlara əslində yenə radar deyirik, amma dənizaltılardakı radar səs lokasiyası vasitəsilə, yəni səsin altındakı, yəni suyun altındakı cisimlərin hərəkətliyi ilə gedir. Yəni bir dənizaltı o biri dənizaltıyı səs yüksəkliyi ilə, yəni səs deməli tezliyi ilə tapa bilir və ona da əslində radar deyirik, amma suyun altındakı radar ilə suyun üzündəki radar arasında fərq var. Bunu da yadınızdan çıxartmayın. Məsəl üçün buna bir nümunə verək. Deyək ki, məsəl üçün belə bir divardır və buradan müəyyən bir məsafədə hər hansısa bir şəxs durub. Məsəl üçün buradan danışır, səs buradan gəlir, dəyir, məsəl üçün 10 saniyə gəlir və 10 saniyədə təzədən qayıdır. Neçə saniyə deməli gedirsə, neçə saniyədə həmin o saniyədə də gəlir. Və biz əgər ki, bu həmin adamın durduğu yerdən bu dəyib qayıtdığı səsin olan bu bərk deməli cismə olan məsafəni hesablayarsaq, S bərabərdir. Yəni səsin hansı məsafədə yayıldığını bilmək üçün S bərabərdir V vursun T bölünsün ki, yəni ümumi məsafənin yarı qiymətinə bərabərdir. Və səs lokasiyasını səs lokatoru adlanan cihaz ölçür. Deməli uşaqlar, mövzu izahı bu qədər. Səs deməli səs nədir dedik, səs dalğaları dedik, növlərini toxunduq. Səs dalğalarının növlərini də dedik. Hansı növ deməli dalğalar var, onları da dedik və bir-iki nümunə ilə də bunları izah etməyə çalışdıq. Bu mövzu o biri mövzulardan fərqli olaraq mexaniki rəqslərin bir müəyyən bir hissəsini də həmçinin təşkil edir. Yəni mexaniki deməli dalğaları bilmədən mexaniki rəqslərin əslində həqiqətən nə işə yaradığını bilmək olmur. Mexaniki rəqsləri öyrənən bir insan mexaniki dalğaları bilmədən həqiqətən də nə işə yaradığını, nə üçün olduğunu bilməkdə çətinlik çəkir. Və burada müəyyən bir dalğa tezlikləri də var, daha doğrusu dalğa növləri də var. Deməli, P tip dalğalar var, S tip dalğalar var. Bir də ki, deməli, P tip var, S tip var, bir də ki, L tip var. Bunlar üçün məsəl üçün bizə belə bir sual verə bilər, belə bir Venn diaqramı verə bilər. Deyək ki, məsəl üçün S tip hansıdır? Deməli, P tip hansılar daxildir. Bir şey yadda saxlayın. S tip deməli, S tip dalğalar enine dalğalardır. Amma P tip dalğalar həm uzunluq dalğalardır, həm də deməli seismografların ən tez qeyd etdiyi, yəni ən çox qeyd etdiyi və həmçinin ən tez qeyd etdiyi dalğalar olaraqdan yaza bilərik. Yəni məsəl üçün burada belə bir nümunə yaz, sual üzərinə izah ediləməsində belə yazaq, enine dalğalardır. Eni nədir? Burada isə uzuna dalğalardır. Uzuna dalğalardır və həmçinin seismografların ən çox və ya ən tez
ən tez deməli qeyd etdiyi dalğalardır. Hər ikisinin ortaq cəhəti odur ki, seysmik dalğalardır və zəlzələ nəticəsində yaranır. Bilirsiniz ki, zəlzələ seysmoqraflar ölçür. S tiplə P tip arasındakı fərq də budur. Və ya bizə məsəl üçün belə bir sual verə bilər ki, deməli həm P tip, həm S tip, həm L tip dalğaların yayılma sürəti arasındakı deməli uyğunluğu müəyyən edin. Bir şey bilin ki, deməli P tipin deməli sürəti S tipdən böyükdür, S tipin sürəti isə L tipdən böyükdür. Ortaq nəticə hər ikisində, hər üçündə daha doğrusu zəlzələ, yəni deməli P tip və S tip deməli dalğalar zəlzələ nəticəsində qeydə alınır. Bir şey də bilin ki, deməli S tip dalğalar enə dalğalardır. P tip dalğalar uzuna dalğalardır və həmçinin P tipi seysmoqrafların ən çox və ən tez qeyd etdiyi dalğa növləridir və hər ikisinin ortaq cəhəti isə həm zəlzələdə ölçülür, həm də seysmik dalğalardır. Bu günlük bu qədər uşaqlar. Ümid edirəm, deməli mövzunun mahiyyətini anlamış olarsınız. Özünüzə yaxşı baxın. Bundan sonraki dərslərdə də yenə deməli qarşılaşmaq ümidi ilə özünüzə yaxşı baxın. Sağ olun.